Mən teatra gələndə, bu olubdu 1974-cü ildə. Teatrda olan, repertuarda olan bəzi tamaşalar saxlanılmışdı və məndə olan məlumata görə o vaxt ki, 17-18 nə qədər aktyor hansı problemlənsə üzləşmişdilər, ərizə yazıb teatrdan çıxmışdılar. Həm kitabxanaçılıq texnikumuna müəllim kimi gedənlər, başqa teatra gedənlər, bax belə bir şey var idi. Bu Ulduz Əliyevanın vaxtı idi. Ulduz xanım onda baş rejissor idi və Ulduz xanım deməli İnstitutun rektoru Rahib Hüseynova zəng edib ki, mənə musiqili komediya fakültəsini bitirən belə, yəni səsi olan bir aktyor lazımdır. O vaxt Azərgilin kursu 8 nəfər gəlmişdi, Azər Gülşən və başqaları və mən də elə bir ki, bir gündə məni deməli məsləhət görüblər Ulduz xanıma. Mən gəldim və komissiya təşkil olundu. Məni işə götürmək üçün. Bu komissiyada deməli əsasən Hacı Qəmbərdə oynayan aktyorlar orada. Deməli Hüseyn Ağa Sadıqov, Süleyman Ələsgərov, Məmməd Ağa Dadaşov, Susan Məcidova bunlar oturdular və musiqiçi var idi balaban çalan Həsən Məhərrəmov. Onu çağırdılar və belə bir günən ki o nəsə deyirdi, mənə filan havanı tamaşada gedən havaları zaten mən də bilirdim, yəni aşıq havaları zaten belə. Mən elə bir imtahan verdim. Mən oxudum Aşıq Vəlinin o mahnılarını oxudum. Bunlar da komissiya baxır. Gözüm elə bunlarda idi. Gördüm ki Süleyman Ələsgərov rəhmətli belə, yəni elə bir razılıq əlaməti olaraq başını Ulduz xanıma, yəni yaxşıdır. Belə, bu mənada. Belə hesab edirəm ki, onun razılığı ilə, yəni baş rolu oynayırdı. Əlağa Ağayev oynayıb getmişdi və Süleyman oynayırdı, neçə ildir. Mən gələndə tamaşa 1000 dəfə getmişdi, 1000 dəfə. Yəqin ki, sonra bir 500 dəfə mən oynadım. Çünki Aşıq Vəlini oynadım, işlədiyim müddətdə sonra Ağaçı Kazımov həmin tamaşanı bərpa elədi. Yeni quruluşda mən Mahmud oynadım. Yəni xeyli 1500 dəfə getdi. Yəni ilk onun xeyirxahlığını gördüm. Çox yumor hissi güclü olan bir aktyor idi. Həddindən artıq. Yaxşı aktyordu. Onun Ovod tamaşasında Montanelli elə gözəl oynayırdı. Bizi elə bir ki, belə deyim də, vod elədilər tamaşalara. Yəni balaca rollar da, epizodik rollar və mən orada zindan səhnəsində məsələn dayanırdım keşikçi kimi, onun o monoloquna qulaq asırdım. Arturla olan çox möhtəşəm idi, çox möhtəşəm. Sonra Söhrəb Rüstəmdə oynayırdı, sonra başqa tamaşalardı. Yəni ondan sonra çox tamaşalarda biz tərəfdaş olduq. Həddindən artıq belə yaxşı aktyor idi. Yəni məsuliyyətli insan idi. Hər rolunun üzərində bu çalışmağı belə bizə öyrədirdi. Onu öyrədirdi ki, bir cavanlara rol dəftərini, rolu bir neçə dəfə yazmaq lazım. Və günü bu günə kimi mən həmən üsuldan istifadə edirəm. Rolu 5 dəfə, 6 dəfə köçürürəm. Təbii ki, indi elə bir prinsip yoxdur. İndiki aktyorlar telefon vasitəsilə baxırlar. Bizdə elə şey yoxdur.